Bismillah. Salam aleykum. Bugün sizə belə bir sirkə göstərmək istəyirəm. Bunun tərkibi yemişan, qızıl əhmədi alması və heyvadır. Üstündə gördüyünüz qar dənələri kimi görsənən ağ dənələr balın şanıdır. Şanlı bal qatmışıq deyə bu formada oldu. Qoxusu çox super. Yəni biz heç gözləmirdik ki, bu qədər gözəl bir sirkə alınar. Həmd olsun Allaha, digər sirkələrin müəyyən hissəsi artıq satıldı. Sipariş eləmək istəyən olsa Instagramdan bildirə bilərsiniz. Tam təbii şəkildə hazırlanır. Mənə YouTube'dan yazmışdınız, hazırlanma qaydasını çəkin, paylaşın deyə. Biz hazırlanma qaydasını paylaşa bilmirik. Çünki xüsusi reseptimiz var. Və o resepti biz paylaşa bilmirik, təəssüf ki. Sirkələrimizə söz ola bilməz. Artıq bu süzülməyə hazır vəziyyətdədir. İnşallah çəkilişdən sonra bunu süzüb hazırlayacağıq. Əldə olan bu qədərdir bu qarışıq sirkədən. Əlavə istəyən olsa inşallah hazırlayacağıq. Burada qızıl əhmədi almasını göstərim. Rəngindən bilinir, keyfiyyətindən danışmaq heç lazım deyil məncə. Uşaqlar üçün çox məsləhətlidir. Uşaqlar alma sirkəsindən istifadə edilməsi, yəni uşaqlar üçün çox faydalıdır. Böyüklər üçün qara yemişan sirkəsi daha məsləhətlidir. Belə fərqli bir sirkə istəyirsinizsə, inşallah bunlardan da olacaq. Üzüm sirkəmiz də var. Üzüm sirkəsi hələ tam hazır olmayıb, amma hazırlanma qaydasını hazırlanma zamanı mən sizə çəkib paylaşmışdım. Resepti paylaşmasam da. Təxmini bildiniz, baldan istifadə edirik. Özü də şanlı bal daha məsləhətlidir. Nəsə sualınız, öyrənmək istədiyiniz bir şey olsa yaza bilərsiniz Instagramdan.